Atamın etdiklərini gördükcə düşünürəm ki, evlənməmək daha yaxşıdır. Anam bunlara necə və niyə dözür bilmirəm. Bu düşüncələrdən qurtulmaq üçün nə etməliyəm? Ailə üçbucağından çıxa bilməyən qadınlar çox vaxt atasına ər gözü ilə baxırlar və daimi olaraq atası ilə anasının münasibətini analiz edirlər. Təsəvvür eləyin ki, çox yaxın bir rəfiqəniz var, onun bir münasibəti var və daim həmin insanla ayrılırlar, barışırlar, yenidən ayrılırlar. Bu münasibətdə qalmasına bir səbəb var. Məcbur olduğu üçün yox, dözdüyü üçün yox. O insanda onu nə isə çəkdiyi üçün o münasibətə qayıdır. Və ola bilər ki, o da sizin seçdiyiniz partnyoru bəyənmir. Vacib deyil ki, zövqlər və seçimlər eyni olsun. Onu həmin münasibətdə saxlayan hər hansısa bir şey var. Bəlkə maddiyyat, bəlkə travmalar, bəlkə həmin insanın ona verdiyi sevgi. Valideynlərimizin seçiminə də bu bucaqdan baxmağa öyrənməliyik. Ananızın partnyor seçimi onun daxili dünyasının məhsuludur. Burada çarə evlənməmək və ya ananı boşanmaya razı salmaq deyil. Çarə doğru partnyoru seçə bilmək üçün daxili dünyanızı balanslaşdırmaqdır.